Bura Təhsil Texnologiya Mərkəzinin yeməkxanasıdır. Yeməkxanada nə olmalıdır? Əlbəttə ki, yemək. Amma biz nəyin şahidi oluruq? Elm və Təhsil Nazirliyinin milyonlarla məbləğ dəyərində xaricdən aldığı avadanlıqları gətirib yeməkxanaya yığıblar. Məsələ bu qədər sadə də deyil. Videoda lentə alınan vakuum aparatının maya dəyəri 28.500 manatdır. Vakuum aparatının yanındakı material dəstinin maya dəyəri isə 57.000 manat. Təbii ki, qanuni olaraq məhsulların üzərinə ƏDV də əlavə olunacaq. Amma əsl həngamə bundan sonra başlayır. Belə ki, vakuum aparatı Emin Əmrullayevin qayını Nihat Hənifəyevin rəhbərlik elədiyi şirkət tərəfindən alınıb. O da üzərinə öz qazancını qoyub, yaxın çevrələrinə daxil olan başqa bir şirkətə satacaq. Həmin şirkət də üzərinə öz qazancını əlavə eləyərək daha baha qiymətə dövlətə satmalı olacaq. Yəni ortada itirən dövlət büdcəsidir. Bu illərdir belədir. Görəsən xaricdən idxal olunan məhsul birinci əldən alına bilməzdimi? Bilərdi. Amma bu nazirin və ətrafındakıların biznes maraqlarına uyğun gəlmir. Yəni eyni məhsul bir neçə mərhələdən keçdikdə bahalaşır və sonuncuda onun haqqını dövlət büdcəsi ödəyir. Qeyd edim ki, bu məhsullar anbarlarda saxlanılmalıdır.